Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxışında hər birinizi salamlayıram. Yenə də dəyərli dostumuz, işıqlı insan, numeroloq Kəmalə Mürsəlova ilə sizləri maraqlandıran suallara, ümumiyyətlə insanlıq üçün lazım olan suallara cavab tapmağa çalışacağıq. Xoş gördük. Xoş gördük Səbah müəllim. Təriflər gəlir, bəhrələnənlər fikirlərini yazır, o mənfəətini görənlər, rahatlanan insanlar, doğrudan da ruhunu şəfalandıran insanlar yazır. Zaten bu tərif deyil, elə baxanlar görər rəylərdə. Təşəkkür edirəm. Amma bugün istəyirəm, sırf izləyicilərin sualları əsasında çoxlu yazırlar, onlardan danışam. Amma ilk öncə istəyirəm öz sualımı verəm. Bir vaxtlar dostlarla çayxanada otururduq, Nərmanovda. 10-15 nəfər otururdu. Bəzən fikir verirdim, gördüm ki, onların içində məsələn mən od ünsürüyəm də köməkçi olan hava ünsürü. Bunlar bir kateqoriyadadır, su, torpaq bir kateqoriyada. Ya iftarda oturanda, dostlar çaranda baxırdım ki, hamısı hava və od ünsürlərdir. O oxşar bir-birini cəlb eləyən hallar olur. Bir dəfə də Beynəlxalq Uşaqların Müdafiə Günündə redaksiyamızda o vaxt Qaraskop qəzetində dedim, hamı öz uşaqlığından danışsın, uşaqlıq şəklimizi verək, Qaraskop qəzetinin uşaqları. Təsəvvürün orada məlum oldu ki, 12-13 nəfər idi. Hamısının ya bir qardaşı, ya bir bacısı rəhmətə gedib, eləsi olub 19 yaşında anasını itirib, eləsi olub ailədə mütləq, belə deyim, vaxtsız, ya cavan, ya belə ata, hamısında bir dənə oyan bir olmayıb. Bu numerologiyada aid deyil, orasını bilməm, amma belə insanları bir-birinə o dərdmi, oxşarlıqmı, baxışımı bir-birinə çəkməyi nə anlama gəlir? Yaxşı sualdır. Buyurun. Bax Səbah müəllim, bir kəlmə söz deyəcəm, yəni bununla başlayacağım. Yaralanmadan şəfaçı olunmuş. Ötən dəfə də dediniz, acılardan keçir. Acılardan keçmək, yəni olub, keçib, yəni onunla bir nəticə çıxartmayan olar. Amma orada bilirsiniz kimlər yığışmışdı? O acılardan ki keçir, o acı da demərəm mən ona, yaralanmış, yara, qəlb yarası. Əlbəttə ki, ailəm bilirsiniz. Acı biz çox çəkə bilərik. Yəni gündəlik həyatda da çəkə bilərik. Sevgi olur, nə bilim pul, borc olar. Yəni bunlar acılardır. Amma o insan ki qəlbindən yaralanır, o yaralanmadan bax şəfaçı olunmur. Bu doğrudan belədir. Mən bu sözləri birinci dəfə oxuyanda, yəni tanış olanda doğrudan elə qəlbimdən vuruldum. Və sonra fikir verirəm ki, baxıram doğrudan da məsəl üçün bir dənə o Cəmal Nur Surqut var Türkiyədə, qadındır, dini söhbətlər Allahla, yəni bütün o dini, yəni ruhani bir qadındır da. Fikir verirəm, hamısına maraqlanıram, övladını itirib. Ya nə bilim ən yaxın adamını itirib. Ya mənim də tariximi bilirsiniz, tarixçəmi bilirsiniz özünüz. Nəysə bu şeylərlə maraqlandıqca, artıq onun içinə girdikcə görürəm, doğrudan da bu belədir. Yəni o insanlar, indi siz dediyiniz sözə gəlirəm, orada niyə yığışmışdı? Qaraskop qəzeti nə idi, niyə idi? Şəfa verirdi. Halbuki astrologiyada yazmırdılar. Biri tarixdən yazırdı, biri dindən yazırdı, amma biri texnik işlər, biri operator işləyirdi. Amma hamıda bu şeylər var idi. Orada siz toplu şəfa verirdiniz. Yəni insanlar bundan şəfalanırdı. O yüzden də yəni mən bundan başqa orada bir ayrı bir yəni bir birləşimi. Çünki bu numerologiyadan bunu deyə bilmərik. Yəni çünki numerologiyadan baxanda biz iki tərəfdən baxırıq. Neqativdən və pozitivdən. Tapırıq görək bu adam bunun neqativindədir, pozitiv. Hər bir rəqəm, Allahın verdiyi hər bir rəqəm. O tərəfi də olur, bu tərəfi də olur. Yəni biz əsasən bizim işimiz odur dəngə, balans, yəni o tarazlığı başa salmaq ona. Amma orada bir şey də nəzərdə. Ta ki, yəni mən bacı itirmişdim, biri qardaş itirmişdi, biri övlad itirmişdi. Amma orada bir şey də gördüm ki, bu hamı həmin məqamda bir il, 2 il Allahdan küsüb. Bəli. Dünya boş şeydir, Allah ədalətsizdir. Amma Allah görür nə qədər mərhəmətlidir ki, o adamlara güc verib.
Bax, biri tanınmış dostumuzdur, Dilqər Məhəmməd. O neçə kitabın müəllifidir, türk dünyasında tanınır. İndi biz də azdan çoxdan üz dolanır. Hamısı, yəni o 2 illik küsürlükdən sonra Allah sanki onlara deyir, ev yox, biraz dincəlin. Allah küsməyib də, yəni qəddarlıq eləməyib. Əksin ona əlavə bir güc verib. Beynində o bəlkə də hamıda yatmış olan o nöqtələri oyadıb. Yəni bu da bir sınaqdırmı? Bu da bir keçiddirmi? O məsələn dünyasını dəyişməsəydi biz başqa cür ola bilərdikmi? Bəlkə o bizdə bəzi düşüncələri formalaşdırır, Əlbəttə. bilmirəm. Bu elə bir şeydir ki, o ən yaxın adamını itirmək, yəni o acını yaşamaq ya bu insanı elə bir yollara aparır, axtarır, gəlir. Səbəb axtarır. Hə, səbəb axtarır və o axtardığı yerdə nə isə tapır. Elə adam da var ki, onun içərisinə düşərək aqressivləşir. Allahdan küsmək qalsın bir tərəfə. Yəni bu heç Allahı görmüşəm elə adamları. Allahı yada belə salmır. İnsanlara qarşı çox aqressivləşir. Məsələn, mənim tutaq filan kəsim yəni rəhmətə getdi. Nə oldu elə mənə mi qalmışdı bu ölüm? Filan kəsin yəni nə bilim ərimi ya oğlu mu ya 5 oğlu var, onun heç olmadı, ona heç məmkin də olmadı. Yəni bu belə bir şeydir. İnsanlar ona görə də o adam var ki, heç dəxli yoxdur ora heç bir rəqəmin. O axtarmaqdan gedir söhbət. Bəlkə də var, dəxli var necə? Elə adam var ki, məsəl üçün onun tutaq ki, karması da elə bir rəqəmi var ki, güvən yoxdur, əlini hər şeydən üzür. Yəni özünə elə adam da var ki, məsəl üçün ən çox məntiq və araşdırmaçı rəqəmlər 7-dir, 5-dir. Yəni özünüz bilirsiniz. Hə, danışmışdıq. Hə, danışmışdıq. Onlar bir şeyi arasın, axtarsın, axırına çıxsın. Və mən bunu öz həyatımda gördüm. Yəni mən özünüz bilirsiniz də, oğlumu itirəndən sonra 2 il Allahdan küsdüm. Və qətiyyən şükür falan filan bu şeylər qətiyyən dilimə gəlmədi. Yəni mən bunu elə bildim ki, yəni mən həmişə Allaha bağlı insan idim. Düşünürdüm ki, mənə belə şey ola bilməz. Yəni ağlımdan keçmirdi. Ümumiyyətlə o spirituallar, yəni bu örgədilən yerlərdə həmişə deyirlər ki, yəni yaxşı düşünün, yaxşı olsun. Yəni heç vaxt yaxşı, pis düşünmədən, heç bir neqativin içinə düşmədən yaşayan bir insan mən həmişə olmuşam, indi də sonradan. Yəni mən nə etdim? Mən yəni heç 3 gün keçmədi, mən başladım axtarmağa ki, mənim burada günahım varmı? Görəsən mən bunu belə etsəydim, yəni bu iş olardımı? Yəni ölümü axtarmağa başladım. Ölümü axtara elə insanlara gəldim, çıxdım ki, o ruhsallıqla məşğul olan insanlar hamısını da ya oğlunu itirib, ya qızını itirib. O buydu, Peyğəmbərimiz bütün övladlarını itirmədimi? Yəni və sonra sonunda bütün öyrəndim. Yəni bir yandan da beynimi zanitərəm. Yəni məşğul eləmək lazım idi. Beyin məşğul olanda düşünürdüm ki, hə, mən çox o şeyin içinə girməyəcəm, o neqativə girməyəcəm. Belə mən numerologiyaya rast gəldim. Yəni ondan əvvəl də öyrəndiklərim vardı. Numerologiya mənə dedi ki, o ruhsal numerologiya, biz yuxarıda söz verib gəlirik. Ruh yuxarıda söz verib gəlir. Yəni hər şey orada ölçülür, biçilir. Hər bir insana, məsəl üçün, o gücü çatdığı qədər bir yük yüklənir. Əslində sən ondan səhər demirlər ki, sən bundan keçsən, keçməsən, öləcəksən, qalacaqsan, yox. Bəlkə elə adam var ki, 90 yaşına qədər acı çəkir, sonra rəhmətə gedir. Elə adam var ki, çox cavan yaşda rəhmətə gedir, amma o ya anasına, ya bacısına, kiməsə elə bir ki, yuxarıda hesablanıb bu acı çəkdirmək üçün gəlmişdi. Və o insanın bəlkə də heç bu dünyada əlaqəsi yox idi. O qədər yüksək bir ruh idi ki. Və gəlir 20 yaşında, 21 yaşında, ya 25 yaşında geri qayıdır. Körpə uşaqlar. Onlar sizcə nəyə gəlmişdilər? Bu səhv idimi ki, proqram səhv gəlmişdimi ki, gəldi ay yarımlığında uşaq dünyasını dəyişdi, çıxdı, getdi. Həmən ananın ruhu ilə yuxarıda bütün müqavilələr bağlanır, kontraktlar bağlanır və insan başa düşəndə ki, Allahım, mən nəyə söz vermişəmmiş? Mən nəyə söz vermişəmmiş? O zaman insan anlayır, başa düşür ki, hə, bu heç kimin ya günahı deyil,
Bu heç kimin, çünki ölüm mütləq qədərdir. Yuxarıdan qoyulmuş və onda da yenə Allah heç kimə yaxşı qismət və yaxud da qədər yazmır və yaxud da kimə pis yox. Orada o ölçü biçi var. Sən söz verə bilirsənsə, sənin boynuna yüklənir bu və gəlirsən. O yüzden orada həm insanlar, yenə deyirəm, o 2 ildən sonra artıq mən başladım onu başa düşəndən sonra ki, artıq bir başqa cürə bu şeylərə yanaşmağa, yenə yəni artıq o hissdən, duyğudan çıxırsan ki, burada kimsə günahkar deyil. Nə insanlar günahkar deyil, nə estağfurullah Allah günahkar deyil. Yəni bu özümüzlə əlaqəli bir şey. Anladım Kamal xanım. Mənə lazım olan cavabı verdiniz. Siz onun səsini alın, mən də izah verim. Dəyərli dostlar, bax indi sizin sualları qeyd eləmişəm, verdiyiniz sualları. Yenə də suallar yazın ki, hansısa bir verilişimizi məxsus olaraq sizin suallar əsasında quraq. Ən çox sual verirlər ki, o sıxıntı məqamları olur insanlarda. O rəqəmlə bağlıdır, yoxsa nədir? O sıxıntılı məqamlardan necə qurtulaq? Yəni onu necə təyin eləyək ən azından? Hər bir rəqəmin sıxıntısı var. Hə, onda elə oradan başlayaq. Deməli, biz birinci ya ikinci verilişimizdə deməli missiyamızı, yəni yaşam yolu, qədər yolu deyirlər buna. Onu hesablamağı öyrətmişdik. Yəni hamısının bütün doğum tarixinə gün, ay və il arasına plus qoyub, onları hesablayıb oradan bir rəqəm çıxardırıq və o da bəli. O da hesablanır, bir tək rəqəm çıxarılır. O bizim yəni əsas rəqəmimiz, bax uğur rəqəmimiz odur. Uğur kodu deyirlər ona. Bəzən o həmən o uğur kodu elə doğum günü ilə də üstbəüst düşür. O zaman bu daha da güclənir. Və yaxud da doğum ayı ilə üstbəüst düşür. Çünki bizdə doğum günü və ayı əsas rəqəmlərdən sayılır. Əsas şey. Orada da çox xırdalıqlar var. Məsələn 22-dən 4, nə bilim 23-dən 5. Bunları da biz yəni çox önəm veriləsi bir şeylərdir. Çox vaxt ona önəm vermirlər. İndi oradan danışım ki, mən hardan bizim hansı rəqəmdən bu barədə biraz danışmışdıq, amma qarışıq danışmışdıq. İndi mən bunu sırf yəni qısa və konkret yəni uğur kodu kimi sizə deyəcəm. Məsələn, bir rəqəmi əgər orada çıxarsa, yenə deyirəm, oradan çox şeydən bir çıxa bilər. O ayrı bir söhbətdir. Ona biraz öz əlavələrimi eləyirəm. Bir rəqəmi çıxarsa, bu insanların uğur kodu nədir? Bu insanların uğur kodu odur ki, bunlar başlarına, bax özləri nümunə olaraq başlarına bir 5 nəfər, 10 nəfər toparlayıb, yəni öz işini qurarsa, onun uğur kodu budur. Öz işini qurub o işi aparmaq, insanlarla gözəl davranmaq. Yəni burada bu işi bacararsa, inanın ki, o işi bacararsa, çünki mən dəfələrlə hətta qadınlar gördüm, bir rəqəmidir. İşə girir, çıxır, işə girir, çıxır. Başımın üstündə kimsə olmasın, nə bilim kimsə mənə belə dedi, filan kəs olmağı xoşlanmır. Keçinə bilmirlər, keçinə bilmirlər. Onlara lazımdır ki, o həmən o liderlik şeyini, onların uğuru oradadır. Liderliyini təsdiqləsin. Təsdiqləyə bilməyəndə də aqressivləşirlər. Birincisi uğurdan danışdı, amma bu deyir sıxıntı. Hər rəqəmin hansı belə sıxıntı da oradadır, uğur da oradadır. Bax, o uğuru o yerinə keçib, nəyə görə dedim aqressivləşirlər. Həmən o şey uğuru, mən dediyim, bax o məsələ öncüllüyü, o liderliyi, 5-6 nəfərin bir lideri ola bilməyəndə sıxıntı oradan başlayır. Nə olur? İnsan aqressivləşir, egoistləşir və istər-istəməz, yəni dediyim dedikdir. Bax belə bir şeylər ortalığa çıxır. Avestada da xarakterləri ayıranda, məsələn, totem, antitotem deyir. Yəni biz adətən totemi, müsbətini fikirləşirik. Amma o mənfisi də var axı. Sən mənfini də daşıyırsan. Bəzən deyirlər, Türkiyədə deyir günə bu qədər pul qazanırlar filan işdə. Amma bilmir ki, orada gedəndə onun təhlükələri var, riskləri var. Orası da unudurlar. Sonra gedir deyir ki, belə deyir, amma nə qədər bunun vergisi var, xarici vətəndaş olmağa. Yəni bu totem, antitotem. Məsələn, totem maraldır, tutaq ki, onun antitotemi gürcədir. Səndə deməli maral kimi belə şax yerimək də var, gürcəlik də var sənin içində. Elə müsbət xarakter, gücləri də təhlil edəndə mənfini yaxın buraxmırlar. Deyir, yox, məndə belə bir şey yoxdur. Amma müsbətlərin hamısı məndə var. Siz dediyinizdə, elə ötən dəfə də dediniz ki, insanın ən sevdiyi və ən nifrət elədiyi şeylərlə sınanır. Bax, elə bu məntiqlə üstə... Çünki biz dualitə bir dünyada yaşayırıq. Bax, üzbəüz, ikili bir yəni dünyada yaşayırıq. O ikili dünyada
Ya biz bunu qəbul eləməliyik. Elə adamlar var ki, elə bilir ki, elə bu dünya gül bağçasıdır, bura gəlmişik cənnətə və yaxud da ki, yəni burada heç bir Nə neqativ cənnəti, olmur. nə cəhənnəm. Deyir ki, yəni bax elə Allahdan belə görürəm ki, dualar da elə ki, hər günüm yaxşı keçsin, hər gün. Əşi belə şey yoxdur. Eləyəndə duanı qlobal eləmək lazımdır ki, sənə oradan lazım olanı ya estağfurullah, Allahın sistemi versin sənə. Sən qlobal götürməlisən duanı. Yəni o barədə də danışarıq. Yox, danışarıq. O çox geniş Hə. mövzudur. Bir də tez-tez işlətdiyiniz ifadədən sual verirlər ki, pin kod deyirsiniz. O nə anlama gəlir? Xüsusən də o müvəffəqiyyət pin kodu ifadələrini işlətmisiniz. Bax, həm o pin kod nədir? Müvəffəqiyyət, yəni bax, o pin kod 9 rəqəm hesablayırıq biz. Bax, o 3 rəqəm var ki, doğum günü, ayı və ili. Onlardan biz özəl bir hesablamadır. Ondan biz 9 o özünüzə rəqəm, məxsusdur da. 9 rəqəm oradan hesablayıb çıxardırıq. O rəqəmlərin hər biri bir şey. Yəni orada 4-cü xanəmiz bizim sıxıntı xanəsidir. O da elə bizim o qədər yolu ilə üst-üstə düşür. Sıxıntı və uğur. Niyə mən uğur deyirəm? Yəni o uğuru eləyə bilməyəndə o adamın sıxıntısı oradandır bütün başdan ayağa. Bu pin kodun 4-cü rəqəmidir. Biz birincini açmışıq, 2-ni açmışıq sizlə ayı keçən dəfə, 3-ü məsləkdir. Onu da açmışıq. İndi 4-dən danışırıq. O da yenə deyirəm, o şeydə missiya ilə üst-üstə düşür. Deməli, bundan başqa ondan da bir dəfə danışarıq. Deməli 9 illik etaplar var. Həm o 9 il məsəl üçün. Səndə tutaq ki, birinci etapda, birinci rəqəmin 9 illikdə, birinci rəqəm 9 dönəmdir. Yəni 9 etap, yəni 0-9 yaş, 9-18, yəni orada hansı rəqəm durursa, o rəqəm sənə necə təsir eləyir? Tutaq ki, mənim 45-54 yaş arası, tutaq ki, orada 7 durur, ya 6 durur. O bizə necə təsir eləyir? O biz nə etməliyik? Çox adam mən onu dəfələrlə gördüm ki, deyir ki, mən belə idim, amma dəyişmişəm. Axır vaxtlar tamam başqa cür olmuşam da, yumşalmışam. Yəni bir xanım var idi. Ancaq istəyirəm insanlara xidmət eləyim. Baxdım, gördüm ki, 2 rəqəminə düşüb. Bu adam 9 illik, onda 2 ili artıq 2 il qabaqcadan 2 ildə tez oradan bitir. Yəni başa saldım ondan sonra sakitləşdi. Dedi ki, buna görəymiş, çalışacağam yenə, yəni heç olmasa ortanı tutum. Deməli biz 2 rəqəminə keçirik. 2-nin uğuru və sıxıntısı nədən ola bilər? 2 rəqəmi mən artıq çox adam əgər izləyənlər bilir ki, 2 xidmətkardır. Xidmət eləməyi sevir. Yəni 1 ilə 2 dalbadal olan rəqəmlər bir-birinin əksidir. Nə qədər ki 1 lider olmaq istəyər, öncül olmaq istəyər, 2 kölgədə qalmaq istəyər. Daha doğrusu istəyər deyəndə ki, çalışar ki, o qarşısındakı insan üçün bir şey, çox gözəl insanlardır əslində. Amma 1-ə 2 lazımdır da belə çox. Birin yanında 2 olsun. O xidmət eləmək istəyir, bu da idarə etmək. Onlar bir yerə düşəndə gözəl bir şeylər olur, amma bir yerə anlasalar da bir-birini. Yox, 2 anlayışlıdır. 2 hər cəhətdən anlayışlı, nəzakətli, istər qadın olsun, istər kişi olsun, onların şəriklikləri çox gözəl olur. Onların sıxıntısı və uğuru nədən ola bilər? Uğuru o vaxt olar ki, siz demiş, yanında elə bir ona aparıcı bir qüvvə olar, o da ona xidmət edər və işini, gücünü parladar, göstərər. Onların bax, çox gözəl onlardan diplomatlar olur, ara barışdıranlar olur. Yəni onların əsas məsələ, əsas onların uğur kodu odur ki, hətta ailədə belə insanları bir yerdə tutsunlar, barışdırsınlar, gözəlliklə. Süpərvər, vasitəçi. Vasitəçi süpərvər yedirsin, içirsin, onların o vəzifəsi, o uğuru oradan gəlir. Əgər ona imkan, yəni onu o eləyə bilirsə, o çox gözəl, yəni özündən çox razı olur, həyatından razı olur. Yox, əgər bu insanlar xidmət etdirlər, o xidmət elədiyi yerdən əvəz ala bilmirsə, dəyər, önəm ala bilmirsə, məmnun olur, çox aqressivləşər, sıxıntısı oradan olar, niyə mənim çörəyimin duzu yoxdur, deyə bilərlər. Onu da mən, əlbəttə ki, numerologiyada çarəsi var. Başa salırıq hamısını ki, dəngəni necə tutmaq lazımdır. Yox, biz indi ümumi danışırıq, fərdi qaydada, yəqin ki, insanlar sizə müraciət edir, əziz izləyicilər, ekranda nömrə gedir, yəqin ki, müraciət edə bilərsiniz. Çünki burada nə qədər danışsa da fərdi danışmaq olmur, ümumiləşdirib danışırlar, amma fərdi qaydada da müraciət edib özəl fikirlər ala bilərsiniz. Onu da deyim ki, ən çox sıxıntısı olan ikilərdir. Niyə? Çox verirlər, əvəzində ala bilmirlər. Başa salıram ki, o insanın orada günahı yoxdur. Özünsən günahkar, yəni filan şeylər filan eləmişsən. Yəni ən çox sıxıntı çəkən rəqəmlərdən biri 2-dir.
Bəs 3. 3 çox da sıxıntı çəkən rəqəm deyil. Yəni Vecsiz deyirlər onlara. vecsiz mədə çakrası ilə üst-üstə düşür. Yəni onlar əslində veclərinə alarlar. Bilirsiniz, onların da içərisində o qədər mədəsi, bağırsağında xəstəliklər artıq əmələ gəlmiş. Baxırsan, cavan uşaqdır. Sözüm ondadır ki, onların uğuru ordandır ki, onlar yaradıcı qüvvədirlər və onlar yaradarlarsa, hətta təşkilatçılıq eləsin, heç bir yaradıcılıqla məşğul olmaz, o yaradıcı olan insanları bir yerdə tutsun, təşkilatçılıq eləsin və onlar çox qabağa gedir oradan. Yəni yaradıcı qüvvədirlər, ego. Egoya fikir verilməlidir burada və onların sıxıntısı oradan gələr ki, yeri gəldi, gəlmədi, hər kəsi öyrətməyə çalışarlarsa, hər kəsi, yəni mən deyən kimi olsun. Oradan onların sıxıntısı gələr. İşləri, gücləri düz getməz, ego qalxar, düşər. Yəni o sıxıntı da oradandır, uğur da oradandır. Amma çox da bacarıqlı insanlardır. Nəyə görə deyirəm? Bax, artıq Yaradıcı insandır da hər halda. 4. Dördlərin uğuru oradan gələr ki, onlar da birlər kimi, amma birlər qədər yox, öz işlərini qurmağa bacararlarsa, çünki 4 kimi əzmkar, 4 kimi işləyən, yəni çalışqan bir rəqəm yoxdur. Amma bildiyi işdə və bacardığı işdə olmalıdır da, yəni öz yerində olmalıdır. Sonra da ikincisi çox doğru və düzgündürlər. Doğru düzgünlük dəlisidirlər bunlar da ki, bu şey. Və buradan kimə oxşuyur? 4 8-ə oxşuyur. 8 də ədalət axtarandır, 4 də axtarır. Ədaləti, o bir şeyləri axtarmadan çalışıb, vuruşub, bax, başqa rəqəmin birdən hapdan, güpdan, göydən gələ bilər uğuru. Amma 4-ün uğuru çalışmaqdandır. Və hardan sıxıntıya düşər? Kimisə əlin altında və yaxud kimsə onun gördüyü işi yəni nəzərə almaz. İş görər, özünü öldürər, yəni işkolik deyirlər də onlara, iş eləyər, amma görünməz belə. O da yenə o ümumi analiz edəndə, yəni onun pozitivində və neqativində olanları biz görürük və bilirik və məsləhətlərimizi də edirik oradan. Uğuru da, yəni sıxıntısı da buradandır, işindən. Hə, keçək 5-ə. 5 kimi eksklüziv belə ekskursiya eləyək daha doğrusu. Bu görək. Onu da deyim ki, 5 kimi aktiv rəqəm yoxdur rəqəmlərin içərisində. Bax, aktivlikdən danışıram. İstər neqativi olsun, istər pozitivi olsun. Yəni bunların görünəndir də onda. Hə. Bunların uğuru ordandır ki, bu dayanmasın. Bir yerdən başqa yerə transformasiya, yəni ki, yer dəyişməsi edərsə, oradan ora, oradan ora, oradan ora, hətta işindən, məsələn, hərəkətli işlərdə onlar bir əlində bir 5 qarpız tutmağı bacaran insanlardır. Onu edərsə, o 5 inkişaf eləyəcək, gedəcək qabağa. Onun sıxıntısı oradan olar ki, tutaq ki, qadındır, yoldaşı işləməyə qoymur. Görün indi burada nələr baş verir. Yəni o iç enerjisini çıxarda bilmir. O iç enerji, içsəl enerjini o adam əgər çölə çıxarda bilməzsə, çox böyük sıxıntı çəkir. Çox böyük. İstəyir kişi bəzən ayrılığa da səbəb ola bilər. Bəli, olur, dəhşətli dərəcədə. 6-ya keçək. Çox suallar var. Yaxşı. 6 rəqəminin sıxıntısı da, uğuru da insan münasibətləri, qadın-kişi münasibətləri ən çox, yəni o qarşılıqlı əks cins deyək də, əks cinsi münasibətlərindəndir. Onların sıxıntısı da oradandır, onların uğuru da oradandır. Nəyə fikir verməlidirlər? İnsanı seçərkən, o insanı öz həyatına daxil edərkən mükəmməliyyətçi olmamasına fikir vermə. Onların uğur kodu oradandır. Çünki onlar gözəlliyə aşiqidir. Onlar araşdırıcı arayır. Kim mənim, yəni o deyirlər, polizreniya, öz, yəni qarşımda, gözümün qarşımda kimlər var? O mu yaxşıdır, o yaxşıdır, bu seçə-seçə gəlib əmr. Seçən adam nə olar? Gələr həmişə mənfi tərəfə yıxılır. Yəni nənəmin bir sözü var idi. Ən yaxşını arzuluyursan, gəlib elə ən pisinə yapışırsan. Onların qarşısında əgər karması varsa, 10 dənə pozitiv insanı qoy, bircə dənə neqativi olsun, onu çəkəcək özünə. Onların uğuru da, sıxıntısı da oradandır. Əgər mükəmməliyyətçi olmasa, yəni o kökünə qədər aramasa ki, hər şey gözəl olsun, onlar bəli, çox da gözəl bir nəticələr o münasibətlərdə eləyirlər. Amma yəni bu şeyləri araşdırarlarsa ən gözəlini, ən yaxşısını, o zaman da doğrudan neqativə düşə bilirlər. Yəni onların uğuru da, sıxıntısı da qadın-kişi münasibəti. Bəs 7? 7-nin sıxıntısı bundandır ki, içə qapanıq olub, sosiallaşmayıb, yəni çağırılan yerlərə belə getməyib,
araşdırmaqla məşğul olarlar və gedib tupikə dirənə bilərlər. Dalana dirən, yox, bəs o belə indiki dövrdə ümumiyyətlə çətin olar. Bu Bəli. gərək dağda bir, nə bilim, dağ başında tək yaşaya, bəlkə onun üçün rahat mühit olar. Amma indi sosiallaşma dönəmində, internet dönəmində çox məncə. Ay sağ ol. Dəfələrlə belə insanlara belə ən çox da 30-35 yaşında artıq gəlib karmaya dirənən yerdir. O 34, 35, Bunlar sizi 36. yorar yəqin. Bəli, çox yorur. Hətta yəni ikinci seansı etməyimizə belə baxmayaraq hələ də məsəl üçün başa düşür, anlayır. Hamısını başa düşürəm. Onlar bilirsiz nə zaman olur? Uşaqlıqdan ən çox məsələn dini araşdırarlar. Ən çox bəzi o fikirləri, məsələn alimlərin, filosofların və yaxud da bəli fəlsəfə belə araşdırarlar. Onların amma uğuru da oradandır ki, o uşaqlıqdan yönəldilərsə o araşdırmaçı, məsələn advokatdır, müstəntiqdir, IT uzmanıdır. Yəni uşağı o 7 rəqəmini ümumiyyətlə körpəlikdən dinin içinə bağışlayıb məni soxuşdurmaq olmaz ki, bunu öyrən, onu öyrən, onu. Çünki o böyüdükcə özü araşdırıb öyrənərsə çox gözəl onlardan. Amma bu şeylərə toxunursak, biz hər dəfə çalışaq bu şeylərdə deyək, nəyi nə vaxt eləmək, hansı məkanda hansı vaxt olmaq, bunları çox gözəl izah edirsiniz. İnsanlarımız da ondan, məsələn 4 yaşı, 5 yaşı var, yaxud da 3-də 4 doğru zorla o dini şeylərə getmək. Bu dərk eləməlidir, birinci o sevgi yaranmalıdır. Bunu sən məcbur eləyirsən. Halbuki dinə sevgi ilə məcburiyyət də yoxdur. Bizdə belələri yoxdur, amma var imiş. Bizdə var ailələr əyalətlərdə də çoxdur, Bakının bəzi kəndlərində də çoxdur. Və o uşaqlar çaşıb qalır, inanırsınız çaşıb qalırlar və araşdıra gedib lazım olmayan yerlərə, nöqtələrə çıxa bilirlər. Və o yüzdən yeddilər əgər araşdırdığı yerdə özünü tapırsa, çox böyük uğur qazanırlar. İşində, gücündə. Yəni biraz da o belə ağır başlı insanlar olurlar onlar. 8-ə keçək. 8-in aurası çox açıq olur. Onları demək olar ki, uzaqdan tanımaq olar. Onların uğuru nədədir? Onların uğuru, deməli, qoy onlar ədalət, nə bilim mən, haqsızlıq, belə şeyləri arayıb axtarmasınlar. Bax, indi eşidirlər də. Ay, orada filan kəs filan şeylədi, filan yerdə filan kəs filan, bunu etdi, amma ona heç nə olmadı, filan cəmiyyət düzgün işləmədi. Bunu axtardıqları qədər, etdikləri qədər həmin haqsız və ədalətsiz qurumlara düşə biləcəklər. Daha çox o hadisələrə rast gələcəklər. Amma yəni uşaqlıqdan elə onları yönəldərsən, işlədikləri, bacardıqları yerdən yuxarıya baxaraq. Yəni onlar müəllimdirsə istəyir direktor olsun. O yöndən çox gözəl inkişaf edə bilirlər. Amma nə vaxt o sıxıntı olmasın. Yəni ay filan kəs bunu elədi, bu düzgündür, bu doğrudur. Düşüncələrin əslində güclüyür, görəcək işin enerjisini dağıdır. Bu o demək deyil ki, məsəl üçün elə kim nə desə razılaşsın, başını aşağı etsin. Yox, çox adam elə deyirəm o deyil. Sən o üzünə də hətta deyə də bilərsən ki, sən doğru düzgün iş görmüsən. İçində başa düşməlisən ki, sən həm yaxşı, pis, qara, ağ olan bir dünyada yaşayırsan. O sənin təbii bax. Bəli, oradan da bax gedib hara çıxırıq? Yəni sənin qarşına niyə bunlar çıxır? Sən onu düşündünmü? Yəni orada gedib çıxmalıdır ki, o insan. Acaba niyə filan kəsin Məmmədin qarşısına çıxmır? Bu həmin o problem, ədalətsizlik mənim qarşıma çıxır. Deməli burada nəsə var? Bəli, mən də həmişə deyirəm. Yəni mən oturmuşam stulda, sınır, yıxılıram. 1000 adam oturur, niyə sınmadı? Deməli mən onu çəkirəm. Bəzən insanlarda bax mən istəyirəm bu verilişimizin vasitəsilə İnsanlar da onu təlqin eləyək. 9-u da tamamlayaq. 9-u da deyək. 9-ların sıxıntısı oradandır ki, istənməyən, yardım istəməyən, ümumiyyətlə heç ehtiyacı olmayan insanlara, hər kəsə yardım etmək istəyi var onlarda. Onlar çox humanist, çox yəni ədalətli insanlardır. Təmənnasız istəyərlər. Yəni onların əgər məsələn bir lider kimi, yəni belə bir deyəm də ki, məsələn, dəxli yoxdur hansı sahədən, istər din, istər nə bilim mən mənəviyyat, ya istər bir xeyriyyə cəmiyyətləri olsun, ən çox onlar o xeyriyyə cəmiyyətlərində işləyirlər ki, yəni oradan da pulun parasını da qazana bilirlər. İnsanları arxasına biraz yığıb xeyriyyə işləri görərlərsə, onların çox gözəl uğurları, hər şeyləri açılır. Ümumiyyətlə bu insanlar, yəni 9 bilirsiniz də şəfadır. Onların yanında oturmaq belə özü şəfadır.
Və siz ən çox hansılarla, məsələn, sizə rahat işləmək? Demək olarsa da təbii ki, məsələn, Demək olar, ən rahat 5-lərlə. Niyə görə? Dəyişimə, dönüşümə, aydınlanmağa və yenilənməyə çox açıqdırlar. Həddən artıq 8-lərlə çətindir. Çünki elə deyir ki, niyə bax, o niyə filan kəs filan şeylədir, niyə o mənə qarşı belə elədi? Onu başa salıram ki, neqativ əlbəttə ki, ona çox vaxt gedir. Kamal ağam, siz tapşırıqlar verirsiniz də, Bəli. bunu eləyin, bunu eləyin. İndi mən bəzən şahid oluram çəkiliş öncəsi. Elələr olurmu ki, ərincəklik eləyir, nə bilim, eləmədi, onu, filan eləmədi. Sonda sizin günah nədir burada? Yaxud da o niyə sizə müraciət eləyir əgər bunu eləməyəcəksə? Mən həmişə deyirəm, bizim Rafiq Cəllayev var, bitki verir. Deyirəm, Rafiq müəllim, deyir, indi ağlın nə kəsi? Deyirəm, Rafiq müəllim deyirsə, bu dərmanı içib 3 dəfə mayallaq aş, sağalacaqsan. Sən onu elə sağalacaqsan. Sağalmasan, gəl mənim də yaxamla yapış. Amma sən 2-3 gün içirsən, görsən ağrın getdi, deyirsən vəssalam sağaldı. O nə deyir, onu eləmək lazımdır. İndi bu müraciət edən də anlasın ki, doğrudan da bu son müsbət nəticəyə çatmaq üçün siz nə deyirsiniz, onu eləyin. Eləsə olur, mənə zəng eləmişdi. Dedi ki, get babanın qəbrini ziyarət elə bugün. Bugün ya sabah deyir, hər şey ərindim, işim gücüm var. Yəni, o orada qırılır axı, orada siz neyinirsiniz? Bax, bunu niyə eləmirlər? Yəni, o mənada deyirəm ki, bax elə. İnanırsınız. Bəli, eləməyənlər var. Amma ki, başa salıram. Onu anlayan anlayır. Orada belə bir çətin də bir şey yoxdur. Bəli. Və mən dəfələrlə təkrar edirəm. Ona görə də yenə deyirəm, analiz uzun çəkir, özüm yoruluram. Amma bütün buna baxmayaraq dəfələrlə təkrar, hətta deyirəm ki, sabah bir də qulaq as səslərə, özün üçün not al. Yəni, bax, Kəmal xanım burada tövsiyə elədi. Bunu mən not alım, bax, çünki 1, 2, 3, 4. Dünən biri mənə deyir ki, kişi xeylağıdır, yəni işində, gücündə indi müvəffəqiyyətsizlik var. Hər şey gözəl keçdi, bütün hər şeyi anlattım. Sonra axırda deyir ki, yəni çox da razı qaldı. Kəmal xanım, olarmı ki, siz mənə o dediyiniz tövsiyələri özünüz yazıb bircə-bircə punkt mənə verəsiniz? Təsəvvür eləyin. Deməli, dedim, xeyr, olmaz. Səslə göndərin, deyil? Göndərmişəm. Hə, də səslə göndərmişsiniz. Artıq analiz bitib. Tövsiyələrimi etmişəm hamısını. Mən buna deyirəm ki, sən sabah buna bir də, belə bugün bir də qulaq as. Qulaq asmaq daha rahat daxı indi. Bilirsiniz, qulaq asmaq əlbəttə ki, biri var, üzbəüz görüşək, o zaman insanın fikri yayına bilir və o həmən şeylər yadda qalmır. Ya amma səslə olanda o çox, çünki onu özləri də çox istəyir ki, əlbəttə ki, səs qalsın. 3 aydan sonra da belə geri dönüş eləyənlər olur ki, burada filan söz demişdiniz, mən buna heç fikir verməmişəm. Deməli, mən ona dedim ki, özü də dinin içərisindədir, yəni çox da hər şeyi başa düşən adamdır. Dedim, filan kəs, bu özün də müsəlmansan, deyirsən müsəlmanam. Müsəlmançılıqda nə yoxdur? Xaləva yoxdur, yəni havayı bir şey yoxdur. Sən orada biraz heç olmasa əziyyət çəkməlisən, özün onu etməlisən ki, həm anlayasan, həm də onlara əməli. Onun mən də o deyir, halva bir ağzıma düş. Yəni mən bu punktları verim sənə. Hə, otursan, özü yəni depressiya kimi bir şeylər yaşayır bu adam. Sirkələnib qalxması lazım. Və titrəşim olmalıdır. Bəli, o özünə dedim. Dedim, hə, onda Kəmal xanım ikinci seansı. Dedim, yox, etməyəcəm. Sən nə zaman sirkələnib, ayağa qalxıb, mən dediklərim, tövsiyələri başlayacaqsan eləməyə, görəcəm ki, əlaqəmi də kəsmirəm. Görəcəm ki, sən artıq bir şeylər edirsən. O zaman mən sənə ikinci seansı. Birinci etabı qurtarmamış, ikiyə keçmək olur. Bir tanınmış bir kişi var, ölkədə tanınır, o da sizə müraciət eləmiş. Deyir, mənə, deyir, hamısını eləmişəm, yaxşıdır. Mənə deyir ki, filan surəni oxu, Quranla. Deyir, axı mən ərəbcə bilmirəm. Deyirəm, ərəbcə oxum, Azərbaycanca oxu. Deyir, axı məndə Quran kitabı yox. Deyirəm, gir internetə. İnternetdə var da bütün ayələr. Sonra deyir ki, deyir, bilmirəm, neynətə. Deyirəm, internetdən oxumaq biraz gözə zərər. Deyirəm, yaxşı, onda yaz, tutaq ki, Əsra surəsi YouTube-da səslə gələcək. Heç olmasa Azərbaycan dilində də var, oxunaqlı, ərəbcə də var. Yəni, təsəvvür edin ki, bu adam ora qədər gəlib, özü deyir, effekti var, artıq bildim artıq kimdir. Hə, deyir, amma mən deyir ki, filan surəni oxu, mən deyir, ərəbcə bilməm ki, ərəbcə deyib oxumaq, deyirəm, yox, bu artıq bəhanədir. Mən heç vaxt heç kimə ərəbcə oxu deməmişəm. Ərəbcə kim? Bəzi karmalar var ki, onlarda lazımdır Quranın Azərbaycan dilində heç bir o Quranı sorğulamadan,
burada filan ayədə niyə belə yazılıb? Yəni bunlar olmadan, yəni sorğusuz sualsız oxuyub onun savabını nənə babalarına göndərərlərsə, mən onlara demişəm, o elə bitir, sən gör sənin önün necə açılır. Çünki nənə babaların içərisində yenə deyirəm, bunu demişəm məncə, ateist olub, ya dinən bütün dinləri inkar edənlər olub. Yəni o orada çıxır ki, yəni bəziləri deyir ki, Kəmal xanım olub, bax belə bir məsələn tutaq ki, nənəmin nənəsi, ya nəsə. Bəziləri də var ki, bu söhbəti çox gözəl açdınız. Yəni bu yaxında analiz elədiyim. Yəni xanımdır, deyir ki, mənim nənəm bizə zülm eləyib. Mənim nənəm nə bilim mən bizim hamımızı nə bilim qəddar duacaqda eləyib tutaq ki. Hə, bəs bizim belə axırımıza çıxıb yəni. Mən ona niyə mən ona dua eləməliyəm? Niyə savabımı niyə ona göndərməliyəm? Deyirəm ki, hələ o nənəsi sağdır. Hə, deyirəm lap o olmasın. Ümumiyyətlə sən kökü və soyuğu qəbul eləməlisən. Köksüz ağacsan, deyirəm. Sən bu dəqiqə köksüz ağacsan. Onu vallah eləsi var ki, anında anlayır. Çünki mən öncədən də anladıram. Çox da gözəl işimiz gedir. Uzaqbaşı 2 aya o nəticələri alır. Uzaqbaşı deyirəm ha. Amma eləsi də var ki, gedir oturub fikirləşir. Mən bunu belə elədim. Yəni filan kəsə niyə məndən heç cürə qəbul edə bilmir. O da bir egonun bir forması. Bayaq rəqəmləri təhlil edəndə bəzi frazalara toxundunuz. İzləyicilərimizin də çoxu soruşur ki, bax elə bu dəqiq insanlığın ən çox belə verdiyi sualdır. Amma qadınlardan daha çox kişilər deyir. Bax niyə olmur? Mən bu işim niyə olmur? Gedirəm, özə siz o deyir soyub quyruğunda. Hətta gedir nazirin də qəbuluna. Nazir də buna söz verir. Deyir ki, gələn həftəyə demişəm sərəncam verəcəklər. İstedadlı kadrdır, filandır. Gedir, danışıq aparır, müqaviləyə gəlib çatanda iş pozulur. Tək bu yüksək sferada yox, aşağı sferalarda da olur ki, görsən nəsə iş qurmaq istəyir, 1000 manatla nəyisə başlamaq istəyir, deyir, gəlir, olmur. Bu olmamağının cavabı varmı, deyir Kəmala xanım da? Əlbəttə var. Buyurun. O adamla biraz danışan kimi mən bilirəm bunun olmamasını. Hətta belə kütləvi də yaz qala, ona görə deyirəm. Hamı da elə yaz qala. Bax, yenə başlayacağım, vaxt zaman qısalıb. Vaxt zaman qısalıbsa biz o vaxta zamana uyğunlaşmağa bacarmalıyıq. Yəni bizim ətrafımızda nə varsa biz ona da uyğunlaşarıq. Qısalıb demək sürətlənib deyək. O da bəziləri qorxacaq, ona görə deyirəm. Hə, qısalıb deyəndə sürətlənib də sürətlə keçir. Günümüzün başı başlayır, bir də görür axşamdır. Yəni işlərimizi çatdıra bilmirik. Yəni uyğunlaşa bilmirik o şeyə, uyğunlaşmalıyıq əslində. Və uyğunlaşmalıyıqsa və bizim ağzımızdan çıxan bir şeylər, indi bugünkü gündə əvvəldən 3 ilə olan bir şeylər etdiyimiz arzu, indi 3 günə olursa, onda deməli biz nə etməliyik? O etdiyimiz dualar var, bu çox önəmlidir. Buna diqqətlə qulaq assınlar. Hətta dünən bu barədə mən bir xanımla söhbətim olub. Xanım çox yəni gözəl danışıq qabiliyyəti var. Çox da gözəl fikirlərini ifadə edir. Digər ki, bir sözü deyəndə, məsələn bir istəyi eləyəndə geniş cümlələr qurur, o cümlələr gedir da hətta fırlanıb gəlir. Fırlanır, dağı, aranı keçir, gəlir bugünkü istədiyi şeyə çatır. Deyirəm, yaxşı, bax, sənə demişəmmi ki, bax, bu konkret və net olmaq lazımdır duada. Sən nə işlə məşğulsan, getdin, gəzdin, o yana, bir yana, çox da gözəl cümlələrdir. Gəldin, özü də mənə sual verib, Kəmalə xanım, niyə görə mənim istədiyim bir şey olmur mən istəyən vaxtı, üstündən bir müddət keçir, gəlir elə bir vəziyyətdə çıxır qabağıma ki, həmən o istədiyim şey. O qədər gülmüşəm mən buna. Nəyə görə? Anında mən onun cavabını verdim ki, bax, sən danışığında nə edirsən? Əvvəl başa düşmədi. Sonradan başa düşəndən sonra o qədər rahatladı. Deyir, Allah sizin köməyiniz olsun. Deməli, gedirsən, oranı buranı gəzirsən, sənin həmən o istədiyin şey var, həmən o niyyət. O da gedir, gəzir, o yana, bir yana fırlanır. Həmən o yollardan keçir. Sən konkret və net olmadığın üçün fırlanır, o uzun yollardan keç. Öz də deyir, niyə uzun yollardan gəlir mənim istəyim? Sonra gəlirsən, sən deməli onu elə istəmirsən, elə də gəlir. Bir dostum var, tutaq ki, işlə bağlı gedir. Günorta deyir 12-də orada olacaq. Mən də 1-də zəng vururam, nə oldu? Deyir, demək, səhər çıxdım, gördüm yağışdı. Dedim, yox, ayaqqabını çıxardım. Mənə ya hədi, ya yox da. Həm də adamın ürəyi çəkir. Siz demişkən, zamanda da
Deyir gördüm alınmadı. Nəsə gəldim gördüm, nə bilim, manatlıq taksi yoxdur. Gözlədim avtobusla gəldim. Gəldim falan kəsi də gördüm. Tutaq bir əsgər yoldaşımı gördüm. Deyirəm ay kişi vaxt şeydə dayandan danışıram deyir. Gəldim elədim. Nəysə axırda deyir ki olmadı. Yəni doğrudan da onun bütün işlərini siz dediniz. Adam o danışdıqca yəqin izləyicilər də yada salır, oxşar paralellikləri. Orada nüanslar çoxdur. Nüanslar çoxdur. Bax, biz çox vaxt dua eləyirik. Ay Allahım filan şey verdin, ay Allah bunu da ver, onu da verdinmi, niyə bu olmadı yəni. Bax, bunun qanunu var. Öncə hərəkət, çaba deyirlər də ona. Get hərəkət elə, sonra gəl üzüvü tut Allaha denə ki, Allahım mən bu işi gördüm. Bununla mənə bir xeyir. Yəni bizdən tərsinə də az qalır. Hamı deyir versin sonra baxın. Əlbəttə ki, mən mümkün dərəcədə istəyir analiz etdiyim, istəyir qrupumda mən başa salıram ki, öncə hərəkət edin. Bax, işə düzəlmək istəyən adamlar var. İş axtarıram, tapmıram. Getdim filan iş alınmadı. Nə, bunların hamısının kökündə nə durur? Yəni, yenə deyirəm, hərəkət, sən gedib axtardınmı? Bir gün gedər axtarar. Bax, bayaq soruşdunuz, çətin rəqəmlərdən biri də 4-dür. Uzun vadəli, bax məsələn qarşısına məqsəd qoyub gedib 2 gün gedər axtarar, bir yenə gedər işə, orada ona atkaz edərlər, gəlib 2 ay evdə oturar ki, mənim işim düzəlmədi. Amma pozitiv insan, yəni fəal insan səhərsi gündə gedər, o biri gündə gedər. Gedər, yəni axtaran tapar nəyə görə deyiblər? Gedir, axır ki, bir yerdən tapacaqsan. Onu da öyrədirəm. Tapdın, getdin, ürəyincə deyil, orada da niyyət qoymaq lazımdır. O niyyəti elə qoyursan ki, sən ən azı 6 ay içərisində ürəyinin, ruhunun, qəlbinin istədiyi kimi iş tapırsan. Maraqlıdır, çox maraqlı. Dinlədikcə adam belə bilirəm. Hamısını da demək olmur. Bir də numerologiyada gün analizi deyilən bir şey də var. Şəxsi. O necə olur? Kimsə deyir, ancaq mənə filan günün numerologiyası lazım. Tutaq ki, ayın 25 işim var. Bir dənə onu hesabla elə deyir. Yoxsa özünün gününün biraz o termini izah eləyir. Şəxsi gün hesabı var da. Şəxsi gün hesabı üçün biz şeyi hesaplamışdıq. Şəxsi ilimizi hesablamağı öyrətmişdik. Onu necə hesablayırdıq? Yəni doğum günü, ayı, bir də ili. Onun üstünə gəlirdi, o bizim doğum şəxsi ilimiz idi. İndi burada o şəxsi ili yadlarında saxlasınlar. Məsəl üçün, bugün ayın neçəsidir? Tutaq ki, bugün ayın... Nə bilim, neçəsi? 16-sıdır. Bugün ayın 16-sıdır. Onun üstünə də gəlirsən ayı. Yəni, ay neçədir? 10-dur. Yəni, gəldim 16-nın üstünə 10. Bu elədə 26. O da 8. 8-ci ayda deyilik biz. Yəni məsələn tutaq ki, 26-nı deyirəm, 2 ilə 6. Hə, 2 ilə 6, o 8-dir. 9-u da gəlirsən onun üstünə. Yəni səni şəxsi ilini, o 9 opşil yox, şəxsi il. Tutaq ki, mən də şəxsi il bu il 5-əm də. İndi mən bu günün əgər enerjisini hesablamaq istəyirəmsə özüm üçün, mən deməli bugünkü günü, bugünkü ayı hesablayıb öz şəxsi ilimi də onun üstünə gəlirəm. Bax, məsəl üçün, bugün ayın 16-sıdır. Bugün ayın 22-sidir. Oktyabrın 22-sidir. 4-dür, tutaq ki. Oktyabrda 1. Oktyabrda 1, onun aydır 5. Sonra özünün rəqəmi də 5. Mənim rəqəmim də 5-dir. Bugünkü gün 5-in üstünə 5, 1. Bugünkü günün mənim üçün, mənim enerjim üçün, yəni bugünkü günümün enerjisi mənim üçün 1-dir. Yəni mən bugün bir işə başlaya bilərəm. Əgər məsələn birin tələb elədikləri, anladım. Onları hesablayırıq, məsəl üçün pul rəqəmi üçün, bir iş başlamaq üçün və yaxud da ki, şəxsi münasibətlərə, yəni bir insana nəsə bir söz demək, xahiş eləmək, bunların hamısının günlərin enerjisi vacib olur. Elə adam olur ki, deyir ki, Kəmaya xanım, məsələn 2026-da mənə ayları da filan, məsələn pul, bir də uşaq nə zaman dünyaya gətirmək daha yaxşı olar, onu hesablayın da. Yəni belə də olur. Yəni o uşaq demişkən Kəmal xanım çox qadınlar razılıq eləyir. İndi sizə bilmirəm, yəni sizə də deyirlər. Amma mənə deyirlər o uşaqlarımızın analizi deyir mən o qədər, həm də o keçən dəfə dediniz də bir uşaqda narkomaniya meyillilik varsa, homoseksualizmə meyillilik varsa, o qədər önəmlidir. Yəni deyir ki, o qədər. Mənə hətta bir qadın da yazdı. Deyir əllərinizdən öpürəm ki, Kəmal xanım kimi bir adama biz deyir mən qalmışdım belə. Nə rəfiqələrimin arasında danışa bilirdim. Oğlan uşağıdır, amma deyir qız fason
meyillidir. Deyir onu elədikcə görəm artıq yavaş-yavaş, hətta nə bilim, oğlanlarla tutaşır, dalaşır. Görürəm ki, artıq bu kişi hormonları artıb, deyir. Halbuki 2 seans deyəsən olub da, deyir bu bir möcüzədir. Möcüzədir, elmdir. Sadəcə deyilən şeylərə şuurumuzun o bərəkəti ilə qulaq asmalıyıq. Ana Müsbət ilə çox tərəfi. əlaqəlidir. Yəni ona görə, yəni daha çox mənə elə gəlir ki, bəzən hətta o zəngləri görəndə deyirəm Kamala, istəyirəm deyəm ki, Kamala xanım, siz ancaq bu analar, uşaqlar, çünki uşaqlar gələcəyimizdir. Başqa şeyləri bəlkə bir qırağa qoyaq. Çünki çox razıdır. Bir 20-yə qədər qadın yazıb ki, mənim uşağım, tək o dediyim problem yox. Ümumiyyətlə uşağın seçimində, uşaqla davranışımı deyir düzəltmişəm, dost olmuşuq. Deyirəm birinci bizi dost eləyib. Ailədə o ailə numerologiyasından da hər zaman demək olur ki, danışırıq. Bax, o biraz istəyərdim ondan danışıq. O uşaq analizləri niyə bu qədər vacibdir? Məsələn, mən düşünürəm vacibdir. Bax, nəyə görə? Çox vacibdir. Nəyə görə vacibdir? Çünki onlar birincisi, uşaqlar bizim gələcəyimizdir. Əlbəttə ki, artıq özünüz görürsünüz ki, dünyada nə baş verir? Qadınla kişinin elə bil ki, o fərq bilinməməzliyə aparıb gətirirlər. Hətta paltarlarda. Fikir versəniz, oversize deyilən bir şey düşüb. Qadınlarda enli şalvarlar, enli paltolar, enli pencəklər, qadın cizgiləri bilinməyən qətiyyən. Yəni qadınlığı tamamilə yox etmək. Yəni düppədüz ayaqqabılar, kişilərdə də şalvarların daralması, ondan sonra daha əyninə oturan bir paltarlar. Burada məqsəd o elə bil ki, o qadın kişi türünü itirmək. Yəni birləşdirib sanki bir, bu əslində bir mənəvi cəhətdən, ruhi cəhətdən bu mümkündür. Qadını kişiyə yaxınlaşdırmaq, kişini, amma o görünüş cəhətdən əgər bunun üstündə bu dəqiqə belə bir iş ki, onu biz bilmirik, amma çox böyük işlər gedir. Pis görünür Kamala xanım kənardan. Əlbəttə pis görünür. Sırğalar dolduran oğlanlar var. Kişi xeylağı deyil. Yox, kişi xeylağı deyil, hələ deyirəm. Yəni yolu dediyimiz xəstəliklərdən deyil. Normal adamdır, ziyalıdır. Görsən ki, elə formada davranır ki, yəni kənardan yaxşı görünmür də. Mən o mənada deyirəm. Yəni, bəli, ikrah hissi oyanır bəzən o kişinin əynində tamamilə dar, ətəyi gödək. Yəni bir ara lap çox moda idi. İndi biraz modası elə bir təsbehli kepkalı qız kimi də adama biraz qəribə gəlir. O şey çox heç də yəni bir xoş olmayan bir şey. Bəli. Amma yəni bütün bunlar, yəni demək istəyirəm ki, zamanədə bu dəqiqə belə bir tendensiya var ki, yəni bunu o yüzdən analar ehtiyatlı olmalıdır ki, oğlanların qızlaşması, qızların oğlanlaşması, yəni cəmiyyətdə. Çünki bu xaricdə çox böyük rövnəq alıb, yəni ona hətta məktəbdə dərslik kimi, o yəni doğru düzgün olan bir şey kimi. Yəni sən əgər Allah səni belə yaradıb, tutaq ki, sən bunu istəyirsənsə, ged elə. Yəni sən amma biz bilirik ki, bizdə belə bir şey yəni olmamalıdır. Çünki olmamalıdır. Yəni olsa belə onu o uşaq vaxtından hiss edəndə artıq onu yönətmək olur. O uşağa bir istər yəni hansı cəhətdən, istər dini cəhətdən, istər cəmiyyət cəhətdən ki, qınaq. Yəni istər yəni insanların arasında o yəni belaya var ona deyirlər. Hə. O kimi görünməmək üçün, yəni onu normallaşdırmamaq üçün çalışmalıyıq. Yəni ona həqiqətən bugünkü gündə uşaqlarının 10-12 yaşı olan bir qadın, yəni qadınlar var ki, normal baxırlar. Deyir ki, ay Kəmalə xanım, onlar da onu istəməzdilər ki, yəni bunlar da yəqin ki, xəstəlikdir. Yəni deyirəm, yox, elə anaların özü maariflənməlidir. Bu seçimdir. Bunu anlamalısınız. Bu seçimdir. Bu nə xəstəlik deyil, bu əməlli başlı. Yəni o elmi cəhətdən sübut olunub ki, 87-ci ildə. Bu xəstəlik deyil. Bu heç bir, yəni orada hormon dəyişib, nə bilim, nə düzdür, hormonu dəyişə bilər. Onu keçən dəfə danışdıq o barədə. O başqa bir şeydir. Amma yəni sən mən özümü belə yaxşı hiss edirəm, mən belə olacam. Orada bir cəmiyyət qınağı, orada bir qadağa, orada bir normallaşdırmamaq, normal buna baxmamaq deyilən bir şey olmalıdır. Onu ana özü əvvəlcə başa düşürsə, sonra deyir ki, və inanın ki, o qadınlar var ki, onlar elə o ya pis qatı, yəni əslində biz qatı da baxa bilmərik, onu dəhşətli dərəcədə vuraq, öldürək, söyək, nə bilim mən cəmiyyətdən uzaqlaşdıraq, ona da ixtiyarımız yoxdur. Sadəcə o orta bir dəngə tutub onlara qarşı münasibət əgər qadının artıq beynində olarsa, uşağında da düzəlmə gedir. Bəli. Çünki anadan çox şey asılıdır.
ana o qədər vacibdir ki, bu ona görə mən hər dəfə bunu ümumiyyətlə uşaqlara numeroloji analiz istəyirik ki, o problem olsun, Hə, yox, olmasın. tək o yox, təbii ki, O mən uşağı ümumi yönəltmək anlamda yolunda dedim mən. hansı idmana yönəltmək lazımdır və yaxud hansı dərslərə daha çox fikir verməlidir? Uşağın sağlığında tutaq ki, o uşaqlar var ki, onların səsi kəsilərsə, o uşağın boğazında problemlər yaranar. Danışmağa qoyulmazsa bu uşaq, analar var, uşaq məsələn deyir, Ağzını açan kim deyir, sus. ağzına sus, yəni sonra deyərsən, ya sonra gedərsən, yəni zaten uşaq 3 yaşından başlayır danışmağa, özünü göstərməyə. 4-də ən çox sual verən vaxtıdır. 4 yaşında uşaqlar artıq ən çox sual verən vaxtıdır uşağın. Bir maraq Yəni, çərçivəsində. Hə, 3-də özünü göstərmək istəyir. Yəni o illərdə heç olmasa 4 yaşında uşaqlar sual verəndə ona səbirlə cavab verməlidir. Çox Bir kəlmədə deyim, buyurun, buyurun. ailə üçün seçilən dayələr var. Onların keyfiyyətinə, insanlıq keyfiyyətinə baxılmalıdır. Keçmişinə hətta. Keçmişdir, gələcəkdir. Ailə gələnək. Ailə, yəni o insan hansı enerjidədir? O sənin, çünki istər-istəməz ana işdə olursa, yəni çox indi analar işləyir də. O dayənin bütün enerjisi, o enerji bulaşıcıdır, özünüz bilirsiniz. Onun enerjisi bura keçir, onun enerjisi bura keçir. Uşaq dayə kimi danışmağa başlayır. Uşaq dayənin enerjisini götürür. Yəni Kansana istəyər ki, uşağının o neqativ və yaxud da ki, o hətta daha çox başqa şeylər götürür uşaq. Yəni o yüzden hətta Peyğəmbərimiz bizə əgər qonşularımızı bu qədər yaxın deyib ki, məsələn, qonşu barəsində çoxlu hədislər var. Qonşu sadəcə bizdən deyil. Ondan sonra qonşunun haqqı, hətta əshabələrdən biri deyib ki, Peyğəmbərimiz o qədər qonşunun önəmindən danışdı ki, elə bildim ki, onları da mirasçı eləyəcək bizim üçün. Yəni biz öləndə miras qoyacağıq qonşu üçün. Bu dərəcədə. Yəni bu nəyə görədir? Enerji məsələsidir. Onu biz yəni bilmirik də. Vaxtımızdan keçdi. Çox sağ olun Kəmala xanım. Çox maraqlı nüanslara toxundunuz. Bitdi artıq 50 dəqiqədir hardasa. Dəyərli dostlar, bax belə zaman həm sürətlidir, həm də o zamanı doldurmaq, zənginləşdirmək öz əlimizdədir. Gələn verilişimizdə biz yenə də sizin suallara da toxunacağıq. Ad dəyişmənin insana təsiri barədə. Yəni ad dəyişəndən sonra mənim də bir neçə kəskin sualım olacaq. Olsun. Öz həyatımda, ömrümdə gördüyüm o ad dəyişmələrin təsirindən. Bir də biznes numerologiyası. Bax, iş adamları da baxır bizə. O da var. Biznesi necə quraq? Bu ikisini indidən planlaşdıraq, sonra indi gələn bir həftəyə yavaş-yavaş. Biznes barəsində açıq-aydın danışa bilməyəcəm. Çünki o burada hesablamalardır və o insana tövsiyələrdir. Fərdi olan. O fərdidir, bəli. Hə, bilirəm. Ya ümumi danışaq. O haqda ümumi ancaq belə. Oktyabrın 29-da inşallah həmişəki vaxtda saat 21:00-da sizin qarşınızda olacaq. Siz də bu verilişi bəyənin, paylaşın, rəylər yazın, suallar yazın. Əgər belə fərdi qurtuluş istəyirsinizsə, Kəmala xanımın nömrəsi ekranda gedir. WhatsApp-dan yazıb nəsə soruşa bilərsiniz. Sağ olun, var olun. Elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Salamat qalın.